Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Samirə Mustafayeva təqdim edir. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərləri izləyirsiniz. Əvvəlcə qısaca anonslara diqqət yetirək. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi. Bakıda və bölgələrdə leysan və selin fəsadlarının aradan qaldırılması üzrə görüləcək işlərin siyahısı açıqlandı. Paytaxtın 4 ərazisində istinad divarları tikiləcək. Keşlədə 61 fərdi ev təmir ediləcək. Çox əziyyət çəkirik. Həmişə yağış yağanda korrektorda nəsə olur. Moskvada tikinti sahəsində güclü yanğın baş verib. Hadisə nəticəsində həyatını itirənlər var. Nərimanov rayonunda uzun müddət təmirə bağlanılan küçədə tikintiyə start verildi. İşlərə kommunikasiya xətlərindən başlanıldı. Bir tərəfdə su boruları, digər tərəfdə isə kanalizasiya xətləri yenilənir. Azərbaycanda hərbiçilərin şəxsi jetonu olacaq. Məsələ hərbi vəzifə və hərbi xidmət haqqında qanunlarda dəyişiklikdə əksini tapıb. İndi isə təfərrüatı ilə. Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadların aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 85 milyon 869.260 manat, o cümlədən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876.210 manat, Bakı şəhər İcra Hakimiyyətinə 1 milyon 437.315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443.875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103.600 manat və Azərişıq Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8.260 manat vəsait ayrılıb.